Euro dolar, funt dolar və dollar Yapon yeni, dollar frank səhər saatlarında euro dolar, funt dolar yenidən sürətlə aşağı doğru istiqamətini davam etdirməyə başladı. Dollar Yapon yeni isə dollar frank yuxarı doğru istiqamətini davam etdirdi. Yəni bu səhər saatlarında günün birinci yarısıdır. Yəni qalxa bilər, amma yerli saatdan saat 11-dən sonra bunlar euro dolar, funt dolar yuxarı doğru istiqamətinə, dollar Yapon yeni, dollar frank isə aşağı istiqamətə davam edəcək. Hər ehtimala qarşı euro dollar rəqabətində, yəni 1.15 200-lərdən alış əməliyyatları, funtda isə alış əməliyyatları 1.33 450-lərdən verə bilərsə. Eyni zamanda dolların frankın rəqabətində satışlara 0.78 600-lərdən, dolların Yaponiya rəqabətində isə satışları 159 yəni 158-dən versəz daha yaxşı olardı.